Bugün yaxşısı budur da qışda orqanizmimizi qoruyan, xörəklərimizə dad verən 3 ədviyyat haqqında araşdırma aparmışıq. Qafqazın qırmızı incisi sumaq, qədimdən sağlamlığımızın qoruyucusu olan sarıkök, alovlu dadına baxmayaraq, sağlamlığın dayağı olan pul biber haqqında geniş məlumat almaq istəyirsinizsə, yaxşısı budur, diqqətiniz bizdə olsun. Şəkər və təzyiq problemi olanlara sumaq niyə faydalıdır? Xərçəng xəstələri sarı kökü necə qəbul etməlidir? Arıqlamaq istəyənlər pul biberi qida rasionuna hansı formada daxil edə bilər? Ədviyyatların istifadəsinə görə hansı ölkə dünyada birincidir? Məşhur qonağımız sumaq, sarı kök və pul biberi necə qəbul edir? Bütün bunlar və daha maraqlı suallara cavab yaxşısı budur da. Aralıq dənizi və Qafqaz bölgəsində geniş yayılan, turşməzə dadı ilə məşhur olan, qurudulmuş və üyüdülmüş meyvələrdən hazırlanan sumağın həm mətbəxdə, həm də xalq təbabətində qədim tarixi var. Milli mətbəximizdə xüsusilə kabab, piti, balıq və salatlara xüsusi ətir və dad qatmaq üçün ondan istifadə olunur. Azərbaycanda sumağın iki formasını mən deyərdim ki, hazırlayırlar. Bir, Quba, Qusar, Buxaçmaz, Dəvətli, Siyəzən, Naxçıvan və cənub bölgələrimizdə sumaq qurudulur və üyüdülür. Toz formasına salınır, bu formada istifadə olunur. Və Azərbaycanın Şirvan bölgəsində, əsasən deyərdim ki, Şirvan bölgəsində, məsələn, İsmailə, Qəbələ, bu kimi zonalarda isə sumaq yığılır, qurudulur və əzilir. Biraz diri formada istifadə olunur və mən də tərcih edərdim ki, həmin sumaqdan daha çox istifadə olunsun. Niyə? Həm sumağın tumları olduğu kimi görsənir, həm sumağın özünün görünüşü gözəl görsənir və həm də bu sumağı görəndə bilirsən ki, buna əlavə qatqı yoxdur. Hər bir ədviyyata müəyyən vasitələr qarışdırılır, çox təəssüflər olsun ki, amma sumaq diri-diri yığılır və qurudulandan sonra əzilirsə, orada insan gözü ilə görür ki, bunun hamısı sumaqdır. Yəni, başqa bir qarışıq yoxdur və dadı da gözəldir. Eyni zamanda orada sumağın tumu da saxlanılır və sumağın tumunun da faydalarını insan almış olur. Sumaqda yüksək miqdarda flavonoidlər, antosianinlər, taninlər var. Bu maddələr orqanizmin qocalmasını ləngidir, həmçinin immun sistemini möhkəmləndirir. Sumaq tək formada yeyilə bilməz, ədviyyatdır. Ədviyyatlar tək formada qəbul oluna bilmir, ancaq dəmlənilib içilə bilir və yeməklərə qarışdırılıb yeyilə bilir. Yeməklərə qarışdırıb yeyilməsində də bir hikmət var. Sumağın tərkibində bol C vitamini var və turşməzə bir dadı var. Əgər bu, əsasən də hansı yeməklərdə istifadə olunur? Ət yeməklərində. Deməli, biz ət yeməklərində sumaqdan istifadə edəriksə, əgər ətin tərkibindəki dəmir daha rahat sorulacaq. Ümumiyyətlə, ədviyyatların ən çox faydalı xüsusiyyətləri odur ki, ədviyyatlar başqa qida vasitələrinin tərkibindəki vitamin və mineralların sorulmasını rahatlaşdırır. Baxın, deməli, mənə xəstələr gəlir. Elə olur ki, xəstələrim bütün gün dəmir preparatları içir. Yəni, adam dəmir preparatını saxlayan kimin qanı düşür. Bu insanlara tərkibində bol C vitamini olan qida vasitələri ilə paralel qidalanma menyusu yazanda, bu insanlarda dəmir defisit anemiyalar aradan qalır. Bax, sumaq belə bir bitkidir ki, sumağı biz yediyimiz qida vasitələrində ətdir, ciyərdir və s. bunların hamısının yanında sumaqdan istifadə edəriksə əgər, bizim dəmir defisit anemiyamız aradan qalxacaq və dəmirin sorulması rahatlaşacaq. Ən çox qatıqla, süd məhsullarına mən tövsiyə edə bilərəm onu. Yeməklərlə, təbii ki, yeməklərin üzərinə əlavə edə bilərlər. Xəmir xörəkləri, sobada bişən xörəklər onsuz da sumaqla çox istifadə olur, onlarla istifadə edə bilərlər. Sumaq mədəni rahatladır, həzmi sürətləndirir. Qida zəhərlənmələri zamanı bakteriyaların çoxalmasını azaldır. Xalq təbabətində sumaq suyu mədədəki ağırlıq, ishal və ürək bulanmanı azaltmaq üçün istifadə edilir. Sumaq bitkisini istifadə edəndə insanın qanı həmişə durulur, normasında qalır. Çünki sumağın tərkibində bol vitamin C var. Və bu C vitamini hesabına həm iştah artırıcıdır. Yeməklərdən sonra müəyyən ürək bulanmaları ola bilər. Bəzi insanlar yedikdən sonra ağırlaşma kimi hallar olur. Bax, onu sumaqla yeyəndə onlar olmur. Mədə şirəsinin sekresiyasını artırır, həzm yaxşı gedir, köp aradan qalxır. Və eyni zamanda sumağın tərkibindəki bol C vitamini
güclü antioksidantdır. Bizi gələcəkdə bəzi şiş xəstəliklərindən də qoruyur, xərçəng kimi xəstəliklərdən qoruyur və buna görə də gündəlik biz rasionumuzda sumaqdan istifadə etməliyik. Mən həm də sumağa bir dərman bitkisi olaraq da təyin edirəm. Çünki sumaq yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün də faydalı bir qidadır. Qanda şəkərin də konsentrasiyasını salır və bu yüzden də şəkər xəstələrinə də daimi məsləhət görürəm ki, hər yeməklərimizdə sumaqdan istifadə edin. Gündə 3 dəfə bir xörək qaşığı sumaq, 1 stəkan suda dəmlənilir, içilir. Gözəl turşməzə bir dadı olur, xoşagəlin bir dadı var. Və hətta bəzi insanlar bunu içdikləri, yəni adi qara çaya da belə qarışdırıb içə bilirlər. Qan durulducu, yüngül, tonus artırıcı təsiri var deyə hamiləlik zamanı sumaqdan normadan çox istifadə etmək məsləhət deyil. Az miqdarda qida kimi təhlükəsiz olsa da çox qəbul etmək doğru deyil. Təzyiqi aşağı olan insanlara, çünki təzyiqi salır. Şəkəri yuxarı yox, aşağıya meyilli olan insanlara, çünki şəkəri də aşağı salır. Bir də çox yüksək sumağın dozası biraz mədəni aşılaya bilir və buna görə də, məsələn, tutalım ki, mədəsində problem olan insanlar yaxşı sumağı istifadə etsin, amma az dozada istifadə edəndə burada mədə divarına qızıqlandıran bir təsiri olmadığından formada istifadə edə bilir. Sumaq da eyni özəlliklərə malikdir. Məsələn, onun da antioksidant özəlliyi var, onun da iltihab əleyhinə təsiri var. Lakin sumaq çox duzlu baharat olduğu üçün qan təzyiqini artıra bilər. Ona görə hipertoniklərdə, yəni qan təzyiqi yüksək gedən xəstələrdə ehtiyatla istifadə olunmaq lazımdır. Onun da mədəni təhrik edici xüsusiyyətləri var. Ona görə ac qarnına, məsələn, səhərlər ac qarnına tutaq ki, qatıqla çox vaxt tövsiyə edirlər. Bunu qatıb istifadə etmək mədəni təhrik edib kəskin qastrit yarada bilər. Kəskin qastrit varsa bunu ağırlaşdıra bilər. Sumağın tərkibində yüksək miqdarda taninlər var deyə onun həddindən artıq istifadəsi dəmirin sorulmasını azalda bilər. Bunu xüsusilə qan azlığı olan insanlar nəzərə almalıdır. İdeal istifadə miqdarı gündə 1-2 çay qaşığıdır. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Bir çox ölkələrdə sumaq təbii antibiotik kimi tanınır. İran və Türkiyədə aparılan araşdırmalar göstərib ki, sumaq bakteriyaların sürətlə çoxalmasının qarşısını alır, qidadakı mikrobları azaldır. Buna görə onu kabab və ət yeməklərdə əlavə edilməsi təsadüf deyil. İndi isə gəlin təbiətin torpaqdan yoğurub günəşin rənginə boyadığı sarıkökdən danışaq. Sarıkök sadəcə ədviyyat deyil, o təbiətin möcüzəsini orqanizmə ötürən bir məlhəmdir. Bu qızılı toz orqanizmdəki ağrıları azaldır, iltihabı sakitləşdirir, qan damarlarını genişləndirir. Hindlilər onu bədənə düşən günəş adlandırırlar. Çünki tərkibindəki kurkumin maddəsi orqanizmdəki yorğun hüceyrələri oyadıb yeniləyir. Sarıkökün tərkibində kurkumin adlanan maddə var ki, bu kurkumin çox faydalı maddədir. Birinci ən yüksək özəllikləri antioksidant özəlliyə malikdir. İltihab əleyhinə təsir göstərir. Xronik xəstəliklərin qarşısının alınmasında, immun sistemimizin gücləndirilməsində əvəzsiz rolu var. Qan dövranına müsbət təsir göstərir, lipid mübadiləsinə müsbət təsir göstərir. Ürək-qan-damar sistemi xəstəliklərinin qarşısını alır və yaxud da ki, xronik ürək-qan-damar sistemi xəstəliklərinin ağırlaşmalarının qarşısını alır. Tərkibindəki kurkuminin özəlliklərinə görə. Sarıkök bütün yeməklərdə istifadə edə bilərik. Yəni şorbalara tökə bilərik. Qatıqla istifadə oluna bilər, hətta suya da tökülüb, qatılıb istifadə oluna bilər. Sarıkökün tərkibində təsir edici maddə kurkumindir. Kurkumin maddəsi çox güclü antioksidantdır. Kurkumin maddəsini bədəndən sorulmasını artıran bir sıra qida vasitələri vardır ki, bunlar yeyiləndə daha effektiv olur. Məsələn, tərkibində piperin olan qida vasitələrindən qara istiot. Qara istiotla sarıkökün birlikdə tozlarının istifadəsini zamanı qara istiotun tərkibindəki olan piperin, sarıkökün tərkibindəki olan kurkuminin daha rahat sorulmasını çoxaldır. Bundan başqa tərkibində C vitamini olan bütün qida vasitələri də sarıkökün tərkibindəki kurkuminin sorulmasını artırır. Sonra sarıkökdən bir istifadə edirik iltihab əleyhinə dərman bitkiləri kimi. Tutalım, məsələn,
Revmatizma, revmatoid poliartrit, artrozların müxtəlif mənşəli artrozlar və bədəndə iltihabla gedən bir sıra xəstəliklər zamanı biz sarı kökdən çox istifadə edirik. Sarı kök bədəni iltihablardan təmizləyir. Bir çimdik sarı kök xörəklərin bozçalarına qızılı parlaqlıq verir, dadını zənginləşdirir. O, qaraciyərdə toksinlərin parçalanmasını sürətləndirir, zədələnmiş hüceyrələrin bərpasını dəstəkləyir. Bu səbəbdən qaraciyər yağlanmasına və ağır yeməklərin həzminə müsbət təsir göstərir. Sarı kök güclü antioksidant olduğundan dolayı bütün deyərdim ki, sistem xəstəliklərinin hamısında istifadə olunur. Xərsəngin müalicəsində deyərdim ki, dərman bitkilərinin başında gələn bitkilərdən biridir. Çox güclü antioksidant xüsusiyyətləri olduğuna görə istifadə olunur və gözəl də effektləri var. Sadəcə olaraq insanlarımız dozalarında müəyyən qədər yanlışlıqlar verə bilirsə, ona görə effektlərini az görə bilər və bir də ki, hal-hazırda satılan marketlərimizdə satılan sarı köklərin əksəriyyətinin heç 1/3 hissəsi sarı kök deyil. Yəni başqa qatıqlar var. Ona görə də sarı kök alanda biraz diqqətli olun. Əmin yerlərdən alsanız sarı kökün gözəl effektini alarsanız. Oynaqlarında ağrı var, bel ağrıları var, əzələ ağrıları var. Bunların hamısı iltihab mənşəli ağrılar olduğu üçün sarı kök, istiot və zəncəfil qarışımından ibarət qarışımlar yazırıq. Məsələn, tutalım ki, 300 qram sarı kök tozu yazanda 100 qram zəncəfil və 50 qram da istiot yazırıq. Bunların üçü birlikdə çox güclü iltihab əleyhinə təsir göstərir. Sonra sarı kök beyin qidalanmasını yaxşılaşdırır və buna görə də sarı kökdən çox istifadə edən insanlarda gələcəkdə Alzheimer, skleroz və demensiya kimi xəstəliklərin olması ehtimalı azalır. Yaddaşı gücləndirir, zəkanı dərinləşdirir və bununla da bir nömrəli deyərdim ki, beynimizin qoruyucusu kimi tanınır. Sonra sarı kök ürək-qan damar sisteminə də gözəl təsir göstərir, yüksək xolesterini aşağı salır, damarlarımızı elastikləşdirir, qanı durulaşdırır və bu yöndən dolayı sarı kökdən daimi istifadə edən insanlarda insult və infarkt olmur və yaxud da ki, çox az olur. Ürək damarlarının tutulması kimi dövrümüzdə çox rast gəlir ki, filankəs stent qoydurdu, ürəyindən əməliyyat oldu. Sarı kökdən çox istifadə edən insanlarda da bu hallar baş vermir. Baharatların içərisində demək olar ki, ən az əlavə yan təsiri olan mədə, sehli quşası üçün sarı kökdür. Bunu ürəklə mədə xəstələri istifadə edə bilər, amma qaraciyər xəstələri məsələn ehtiyatlı olmalıdır. Çünki qan laxtalanma sisteminə təsir göstərir, laxtalanma müddətini azaldır, qanı durulaşdırır deyil. Onsuz da qaraciyər sirozu xəstələrində laxtalanmada problem olur və bu daha da artırdığı üçün bizə problemlər yarada bilər. Onkoloji xəstəliklərdən qorunmalarda mükəmməl bir rol oynayır sarı kök. Çünki antioksidant özəlliyi var. Sərbəst radikalları neytrallaşdıraraq bizi xronik xəstəliklərdən, onkoloji xəstəliklərdən qoruya bilər. Sarı kök bəzi dərmanların təsirini artırıb azalda bilər deyə onu istifadə edən zaman diqqətli olmaq lazımdır. Lakin əgər yüksək dozada istifadə olunarsa da və yaxud da məsələn son zamanlarda kurkumindən suya qataq içək, hər gün içək, davamlı istifadə olunarsa da təbii ki, bütün maddələr kimi qaraciyərə toksik təsir göstərə bilər. Bundan başqa qanın laxtalanma sistemində qan durulaşdırıcı təsiri olduğu üçün laxtalanma əleyhinə dərman içən xəstələr bunu ehtiyatla istifadə etməlidir. Çünki burada qan axmaya, qan durulaşdırıcı sistemə təsir elədiyinə görə qanın durulaşmasına təsir göstərir və beləliklə də mədə xorası olursa qan axmaya səbəb ola bilər və yaxud da ki, bunlar qan durulaşdırıcı dərmanlar içirlər. O dərmanların təsirini artıra bilər, ona görə yüksək dozalarda istifadə edilə bilməz. Məsələn, hamilə qadınlarda biz ehtiyatla istifadə olunmasının tərəfdarıyıq. Bu gündəlik belə deyim, baharat kimi istifadə olunanda ciddi yan təsirlər heç vaxt görməmişik, amma aşırı əgər istifadə olunursa da bir gündə bir neçə dəfə və yaxud da həftədə 3-4 dəfə, 5 dəfə hər gün müalicə məqsədli bu zaman fəsadlar ola bilər. Ona görə ehtiyatla zamanında, vaxtında normada istifadə olunanda heç bir fəsad yoxdur. Sarı kökün deyərdim ki, heç bir zərəri yoxdur. Bəzi insanlarda sarı kökə allergiya ola bilir. Çünki rəngi sarı olduğundan dolayı bəzi sarı dərman bitkiləri müəyyən qədər zəif allergen ola bilir və sarı kök də bu yöndən zəif allergen ola bilər. Gündəlik olaraq biz qida vasitələrimizdə sarı kökdən istifadə edək. Əgər qida vasitələrimizdə istifadə etmiriksə, gündə ən azı heç olmasa 1 çay qaşığı sarı kök tozunu ağzımıza atıb üstdən bir stəkan su içə bilərik. Qatığa da qarışdırıb yemək olar, yediyiniz yeməklərə də qarışdırıb yeyə bilərsiniz, bala da qarışdırıb məcun formasında da istifadə edə bilərsiniz, toz formasında da istifadə edə bilərsiniz.
Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Dünyada sarıkök istehsalının təxminən 80%-i Hindistanın payına düşür. Xüsusilə Andhra Pradesh və Tamil Nadu bölgələri sarıkökün paytaxtı sayılır. Tərkibindəki kapsaisin maddəsinə görə orqanizmə istilik verən, kalorini rahat yandıran, arıqlamağa xüsusilə yardımcı olan pul bibərdən söhbət açaq. Pul bibərin özü həddindən artıq yerli olaraq hətta ağrı kəsici, iltihab əleyhinə təsir göstərir. Biz bilirik ki, dəri xəstəliklərində, oynaq xəstəliklərində kapsaisin adlanan onun tərkibində maddə var ki, bu kremlərin əsas tərkibidir. Yerli olaraq qan dövranını yaxşılaşdırır, damarlarda qanın axımını yaxşılaşdırır. Buna görə qan dövranına müsbət təsir göstərir, maddələr mübadiləsini sürətləndirir pul bibər, metabolizmanı sürətləndirir, hətta çəki verməmizdə də müsbət təsir göstərir, lakin normal dozada. Bir də bəzi baharatların saxlama qaydasına ciddi riayət olunmalıdır. Əgər onlarda quru yerdə saxlanılmazsa, nəm çəkərsə də bəzi, məsələn, pul bibərin özündə də, sumaqda da bunlar qaraciyərə toksik təsir edən bir hala gəlib düşə bilərlər. Pul bibəri də sadəcə belə deyim, xüsusi bir suya qatıb yox, elə yeməklərlə istifadəsini tövsiyə edirik. Pul bibər adından bəlli olduğu kimi acı bibər növüdür. Azərbaycanın deyərdim hər tərəfində bitir və bunu qurudandan sonra üyüdürlər və ədviyyat kimi də istifadə olunur. Çox acı olduğundan dolayı bura acılıq verən maddə kapsaisin maddəsidir. Kapsaisin maddəsi də çox güclü antioksidantdır. Bu da sistem xəstəliklərində istifadə olunur və eyni zamanda çox güclü ağrı kəsicidir. Məsələn, istər daxili xəstəliklərimiz olsun, istərsə xarici xəstəlik, tutalım ki, məsələn, oynaq ağrılarımız varsa, həmin bu kapsaisin maddəsini müxtəlif yağlarla biz qarışdırıb oynaqlara təpitmə və yaxud da masaj edə bilirik. Tutalım ki, biz oynaqları yumuşaldıcı kimi qarazirə yağından istifadə edirik. Əgər biz 100 qram qarazirə yağına bir dolu çay qaşığı pul bibərin tozunu qarışdırıb, bunu dəmləmə edə bilərik. Tutalım, dəmləməni adi evdə qaynatma temperaturuna qədər qızdırırıq bunu bir 10 dəqiqə, ondan sonra saxlayırıq və salam. Deməli, pul bibərin tərkibindəki kapsaisin maddəsi yağın tərkibinə keçir və bu yağla oynaqlarımızı biz əgər masaj edəriksə, bu yağ deməli oynaqlarımızda ağrıları azaldır və iltihabı da götürür. Bu yağın ağrı kəsici xüsusiyyət daşıyan başqa dərmanlardan fərqi odur, üstünlüyü daha doğrusu odur ki, bu oynaqlarımızda həm ağrını götürməklə paralel oynaqlarımızda iltihabı da götürür. Və buna görə də həm də müalicəvi bir təsiri də var. Eyni zamanda pul bibər özü gənclik bir eliksiri kimi də tanınır, çünki insanı yaşlaşmadan qoruyur, beyin qan axımını sürətləndirir, beyni qidalandırır və insanı daha da cavan saxlayır. Bibərin tərkibində bol C vitamini var və bu C vitamininin bütün faydalı xüsusiyyətlərini pul bibər tozu da özündə daşıyır. Pul bibər maddələr mübadiləsini zənginləşdirir, çoxaldır, oksidləşmə reduksiya proseslərini sürətləndirir və bədəndə piy və yağların yandırılmasını sürətləndirir, çoxaldır və buna görə də mütəmadi istifadə edən insanlarda nəinki piyləmə baş vermir və eyni zamanda piylərin də yavaş-yavaş əridilməsi halı baş verir. Pul bibərin də faydaları ilə yanaşı zərərli tərəfləri də var. Pul bibərin yüksək dozası mədəni aşılaya bilər. Ona görə də yüksək dozada istifadə olunması məsləhət deyil. Amma pul bibərin normal dozası mədə bağırsaq üçün də faydalıdır. Mədə bağırsağa düşmüş mikrob və ziyanlı mikrofloranı məhv edir və onları təmizləyir. Mədə və bağırsaq divarının da keyfiyyətini yaxşılaşdırır. Həzmi yaxşılaşdırır, bədəni isidir. Qışda istifadəsi çox gözəldir. Qışda daimi soyuqluqdan, bədən soyuqluğundan, əl-ayaq üşüməsindən əziyyət çəkən insanların da sevdiyi bir qida vasitəsi olmalıdır. Əgər aşarıqsa dozanı, bu zaman dəri üçün yox, əgər daxilə qəbul eləyəndə biz aşarıqsa dozanı, bu zaman qan dövranına müsbət təsir göstərir, laxtalama sisteminə müsbət təsir göstərdiyi kimi orada zərərli təsirləri baş verə bilər. Burada həmçinin biz, məsələn, gemoroy olan xəstələrdə qan dövranının həddindən artırdığı üçün ehtiyatla istifadə eləyin deyərik, çünki gemoroyaldan qanaxmalara, babasil qanaxmalarının artırmağına səbəb olur. Xüsusən də yaşlı adamlar, yanaşı xəstəliklər
xəstəliklərini bilməlidirlər. Ürək-qan damar sistemi xəstəlikləri olanlar, xronik qaraciyər xəstəlikləri olanlar, mədəsində nə vaxtsa xorası olanlar, pul biber və sumaqdan istifadə edəndə mütləq bunu nəzərə almalıdırlar. Çünki onlar mədənin sehli qişasına qıcıqlandırıcı təsir edirlər. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Pul biberi o qədər populyardır ki, Antarktidadan başqa bütün qitələrdə gündəlik mətbəxin ayrılmaz hissəsidir. Bu, xüsusilə Türkiyə, Meksika, Koreya, Çin və İtaliya mətbəxlərində əsas ədviyyatlardan sayılır. Yaxşısı budurum, bu dəfəki məşhur qonaq rubrikasında əgər ədviyyatlardan danışırıqsa, düşündük ki, Gültac 50 olmalıdır. Necəs Gültac xanım, xoş gördük. Xoş gördük Günel, əzizim. Salamlayıram səni də, tamaşaçılarımızı da. Mənə də çox xoşdur ki, hər dəfə dadlı yeməklər haqqında, maraqlı ədviyyatlar haqqında nəsə bir çəkmək kimi bir fikriniz olanda yadınıza ilk mən düşürəm. Çünki mətbəxi sevirsiniz Gültac xanım, ona görə. Elədir, doğrudur. Məşqlərdən, işinizdən vaxt ayırıb bu günləri bizlə gəldiniz dadlı qutab hazırlamağa. Hə, qutab bu əslində Gəncə kətəsidir, yəni daha da böyük olur əslində Gəncədə, amma mən indi normal ölçüləri seçmişəm və sizin bu faydalı ədəvalarınızdan, ədviyyatlarınızdan mütləq şəkildə biz onda da istifadə edəcəyik və xüsusi vurğulayacağam ki, sumaq, pul biber və sarı kökü hansı mərhələlərdə bizim bugünkü Gəncə kətəmizə əlavə edirik. O zaman keçək hazırlanma prosesinə. Burada göyərtilərimiz görürsünüz, bir neçə növdür, qarışıqdır. Əsasən keşniş, şüyüd, kəvər, göy soğan, cəfəri. Mən hətta doğraya da bütün göyərtilərimizi əlavə edirəm. Yəni adam var ki, seçir, yox bu olar, bu olmaz kimi düşünür. Mən əksini düşünürəm. Düşünürəm ki, hər göyərtinin bir faydası, bir vitamini var deyə düşünürəm. Göyərtilərimizi doğradıq və Gəncə kətəsinin özəlliyi nədir? Gəncə kətəsi ad qazanıb belə. Özəlliyi həm onun ölçüsüdür, böyük olmağıdır. Qaşıq qalsın lazım olacaq mənə. Həm də ora biz pendir ya da ki Gəncədə şor deyirlər. Bizdə şor duzsuz olmur. Duzlu eləyirlər, onu əlavə eləyirik. Bugün ağ pendiri seçmişəm. Böyük məmnuniyyətlə, icazənizlə pendirlərimizi də bura əlavə edəcəm. Gültac xanımı sevən izləyicilər bilir, amma bilməyənlər üçün də bir daha xatırlatma edim ki, Gültac Əlili Akademik Musiqili Teatrın solistidir. Orada işləriniz necədir Gültac xanım? Çox şükür, hər şey qaydasındadır. Böyük əsərlər üzərində iş gedir. Elə təzəlikcə, bəli, premyeram olub və biri də olacaq. Hətta ikisi mən deyərdim olacaq. Sonun, yəni təhvil verdiyimiz tamaşanın səs sədası isə bütün ölkəyə yayıldı. Mötəbər qonaqlarımız var idi. Mən də görmüşdüm. Bəli, əlbəttə çox xoşdur ki, belə bir böyük bəstəkar Cavanşir Quliyevin və dramaturq Kamal Abdullahın birgə araya ərsəyə gətirdiyi Əsgər və Gülçöhrə əsərində Asiya obrazını oynamaq. Təbii ki, yaradıcılıq öz yerində, icazənizlə mən ədviyyatlarımızın əlavə olunma prosesini sizlərə göstərirəm. Pul biberimizi əlavə edirik. Duz əlavə edəcəm, çox az, çünki pendirimiz duzludur. Qara istiot əlavə edirəm, çox az, çünki pul biberimiz var. Sarı kök normada bəlkə də kimlərsə əlavə etmir, amma mən bütün, hətta küküyə belə mən sarı kök əlavə edirəm. Sumağı kətəmiz hazır olanda, üzərinə servis edəndə, üzərinə əlavə edəcək. Gəncə kətəsinin özəlliyi göyərtisini bol, mən bunu əlimlə qoyacağam. Sözün düzü, mən də qutab sevənəm və çox da belə deyək, bişirmişəm. Amma heç vaxt siz dediyiniz ədviyyatları belə qarışdırıb tökməmişəm. Əlavə etməmişsiniz. Bu günləri ilk olacaq ki, bu cür dadına baxacam. Əzizlərim, indi isə keçək bişirmə mərhələsinə.
siz də Gültac əlinin hazırladığı formada qutab hazırlaya bilərsiniz. Bol ədviyyatlı və dadlı. Təşəkkür edirəm əzizim. Çox sağ ol mənim əzizim. Mən də sənə təşəkkür edirəm. Artıq öyrəndik ki, pul biber, sumaq, sarıkök təkcə xörəklərimizə ləzzət qatmır. Qədərində istifadə edildikdə orqanizmə də fayda verir. Gələn həftə yenidən yaxşısı budur da görüşənədək. Hələlik!